Salam, hər vaxtınız xeyir olsun. Növbəti sınaq imtahanının izahlarına baxırıq. İlk sual düz mütənasib kəmiyyətlərdən birini 6 verib, digəri 3/1 olur. Y2 olanda x neçə olar? X, Y-lər düz mütənasib kəmiyyətlərdirsə, o zaman bunların nisbətləri sabit olmalıdır. İndi x 6 olanda y 3/1 olur. X neçə olmalıdır ki, y2 olsun? Düz mütənasib kəmiyyətlərdə 6-nın x-ə nisbəti 3/1-in 2-yə nisbətinə bərabərdir. Və yaxud da çarpaz vurulmalıdır deyə bilərik. 3/1x 12-dir, x 36-dır. Tərs mütənasib olsa paralel vururuq, hasilləri bərabər olur. İkinci sualda bərabərsizliyin tam həllərinin cəmini istəyir. X çıx 1 kvadrat vur x vur 2 üstəgəl x sıfırdan böyük deyil. Ədəd oxunu çəkdik. Sıfıra çevirən qiymətlər -2, 0 və 1-dir. Dairələrin hər biri qapalıdır. 1-in qüvvəti cüt olduğu üçün sağındakı işarə solunda təkrarlanacaq. Yəni, bura müsbətsə, bura da müsbət olur. Bura mənfi, bura müsbət olur. Bizə mənfilər lazımdır və sıfırlar lazımdır. -2 sıfırla 1 olur. Tam həllərinin cəmi -2, -1, 0 və 1-dir. Cəmi -2 eləyir. Üçüncü sualda 2 bölünsün kök 3 çıx 2, üstəgəl kök 3 böl 2 çıx kök 3. Diqqət edirsinizsə, məxrəzdəki ifadələr bir-birinin əksidir. Mən burada 2 böl kök 3 çıx 2 yazıb. Buradan mənfini qarşıya atsam əgər, kök 3 böl 2 çıx kök 3. Məxrəzdə işarəni dəyişdim, kök 3 çıx 2 yazdım. Ortaq məxrəz kök 3 çıx 2, burada da 2 çıx kök 3. Cavab -1. Xaricdən toxunan iki çevrə, bu şəkildə. Bunların ortaq toxunma nöqtələri arasındakı məsafə 6-dır. Yəni, 2 toxunan çəkirik. Tutaq ki, bu ortaq toxunanların ikisi xarici toxunandır, biri də daxildən keçir. Amma bizdə bu toxunma nöqtələri, məsələn, A, B-ni deyir və ya C, D-ni deyir, 6-dır. Burada biz hazır düsturlar da bilirik. Ortaq toxunanın uzunluğu 2 kök altda kiçik yer vur, böyük yerdir. Yəni, düstura əsasən 6 bərabərdir. 2 dənə kök altda 1 vurur, kök yer 3-dür deyə eri 9 tapır. Amma məsələni həll eləsək, bura radiusa 1 yazsaq, bu da 1-dir, bu radius erdir. Buradan perpendikulyar çəksək, bu radius da er, bura 6-dır. Diqqət edin, işarələdiyim AB, O1, O2 düzbucaqlı trapesiyadır. Buradan paralel köçürsəm, bura 1, bura er çıx 1, bu isə 6 olur. Bu düzbucaqlı üçbucaqdan er çıx 1 kvadrat üstəgəl 6 kvadrat, er üstəgəl 1 kvadratdır. Müxtəsəri açsaq əgər, düstur da bu müxtəsər vurmadan çıxır. Üstəgəl 2 er üstəgəl 1-dir. Er kvadratlar gedir, 4 er 36-dır, er 9-dur. 5-ci sualda A üstü 4 üstəgəl 2A kvadratını mən 6A kvadrat çıx 4A kvadrat yazsam, burada A kvadrat üstəgəl 3-ün xaricdən kvadratı çıx 2A-nın kvadratı alınır. A kvadrat üstəgəl 3 çıx 2A, A kvadrat üstəgəl 3 üstəgəl 2. Cavab olacaq burada D variantı. Bu sualı biz belə də yazırdıq şagirdlər. X kvadrat üstəgəl Y kvadratın tam kvadrat ayırma düsturuna əsasən A üstü 4 üstəgəl 9-u A kvadrat üstəgəl 3-ün kvadratı çıx 2 vur 3 vur A kvadrat yaza bilərik. Yəni A kvadrat üstəgəl 3-ün kvadratı çıx 6A kvadratdır. Onda A üstü 4 üstəgəl 9 üstəgəl 2A kvadrat yazıb, bu ifadənin əvəzinə yuxarıdakını yazsaq, eyni
yerə gəlmiş oluruq. Üstəgəl 2a kvadrat. Bundan sonrası bura müxtəsər vurmaya keçir. 6-cı sualda çevrəyə P nöqtəsindən PA toxunanı və PD kəsəni çəkilmişdir. PC nöqtəsində çevrəni kəsir P'dir. PC'ni 4 verib, CD'ni 12, PA toxunanı istəyir. Toxunanın kvadratı kəsənin çöldəki hissəsi ilə ümumi uzunluğunun hasilidir. Toxunanı 8 tapacaq. Burada x bərabərdir kök altda 3 kök 3'dür. Biz bu birincini kök 3, ikincini 2 dənə kök 3 yazsaq, 3 üstü 2'də 1, 3 üstü 4'də 1. Əsaslar eyni olduğu üçün üstlər toplanacaq. Y kök altda 9 və 3-cü dərəcədən 3'dür. Bu kök 9, kök altda 3'dür. Bu da 3 vur 3 üstü 6'da 1 və ya 3 üstü 6'da 7. Loqaritma x əsasdan y bərabərdir. 3 üstü 4'də 3, burada isə 3 üstü 6'da 7. Loqaritmanın xassəsinə əsasın 6'da 7, 4'də 3, 3'dən 3'də 1. 18'də 28. Doğru cavab A variantı olacaq. 8-ci sualda kx üstəgəl b funksiyasının qrafikinə əsasən k və b-nin işarəsini tapmamızı istəyir. Biz xətti funksiyada k-nın tangensi alfa olduğunu bilirik. B isə OY ilə kəsişmə nöqtəsidir. Alfa 90 dərəcədən kiçik olanda verilən funksiya artan olur. Alfa 90-dan böyük olduqda isə funksiya azalandır və bucaq əmsalı mənfidir. İndi burada absisin sağ tərəfi ilə əmələ gətirdiyi alfa bucağı iti bucaqdır. Deməli, bucaq əmsalı tangens alfa müsbətdir. Y-i kəsdiyi nöqtə B absis oxundan aşağıda olduğu üçün B sıfırdan kiçikdir. Doğru cavab C variantı. 9-cu sualda kvadrat tənliyin kökləri qarşılıqlı tərs ədədlərdirsə, kvadrat tənliyin köklər hasili A-3, qarşılıqlı tərs ədədlər hasili 1 olanlara deyirik. Deməli, A 4'dür. A 18'in natural bölənlər çoxluğudursa, 18'in natural bölənləri 1, 2, 3, 6, 9, 18'dir. B 15'dən kiçik sadə ədədlərdirsə, şagirdlər burada 1'i səhvən yazır bəzən. 1 sadə ədəd deyil, mürəkkəb ədəd deyil. 15'dən kiçik sadə ədəd 2, 3, 5, 7, 11, 13'dür. Bunların ortaq elementləri burada 2 və 3'dür. İndi A'dan B'ni çıxanda biz ortaq elementləri A'dan çıxmalıyıq. Bunları çıxırıq, qalır 1, 6, 9, 18. Burada 2 ilə 3'ü çıxsaq, B çıx A'ya qalacaq 5, 7, 11, 13. Hərəsinin 4 elementi var, cəmi 8 elementi olacaq. 11-ci sualda sinus pi bölü 3 60 dərəcədə sinusun qiyməti kök 3 böl 2'dir. Kosinus 30 dərəcədə kök 3 böl 2'dir. Tangens 60 dərəcədə kök altda 3'dür. Burada kök 3 böl 2. Kotangens pi böl 2 isə 0'dır. Burada bunlar islah olunsa, deməli 2 kök 3 ilə 1 onda 5 kök 3, 3 onda 5 kök 3, yəni 2-də 7 kök 3 olacaq. 12-ci sualda ortaq məxrəc sinus alfa kosinus alfanı seçsək. Sürətdə alacağıq sinus 3 alfa kosinus alfa, kosinus 3 alfa, sinus alfa. Kəsrin sürəti sinus 3 alfa çıx alfa toplama teoreminin açılışıdır. Məxrəc isə 2'də 1 sinus 2 alfadır. Burada sinus 2 alfalar ixtisar olunur. Cavab 2C variantı. Bu sual təkrar düşüb burada. Burada ən böyük qiymətini istəyir. Sinus pi böl 2 üstəgəl olduqda adın dəyişir. Kosinus x müsbət olur. Kvadratı da kosinus kvadrat. Deməli biz fx'i
3 sinus kvadrat x çıx. Kosinus kvadratın əvəzinə 1 çıx sinus kvadrat yazıram ki, 4 sinus kvadrat x çıx 1 qalsın. Sinus kvadratın qiyməti 0,1-də dəyişdiyi üçün 0 yazdıqda yerinə -1 eləyəcək. 1 yazdıqda müsbət 3 eləyəcək. Ən böyük qiyməti 3'dür. 15-ci sualda tangents alfanı 1 bölü 2 kök 2 verib və 3-cü rübdə verib. Biz şagirdlər 3-cü rübdə düzbucaqlı üçbucağı çəksək, alfa buradan bura qədərdir. Bizim əvəz edici bucağımız bura olur. Tangens alfa qarşının bitişiyə nisbətidir deyə bura 1, bura 2 kök 2 yaza bilərəm. Hipotenuza 3 düşəcək. Sinus alfa qarşının bitişiyə nisbətidir. Amma 3-cü rüb olduğu üçün alfa 3-cü rübdədir deyə sinus -3/1 C variantı. Bu sualı əsas eyniliklə də yazmaq olardı. 1 üstəgəl tangens kvadrat alfa 1 bölü kosinus kvadratdır. 1 üstəgəl 8-də 1 bölü kosinus kvadrat alfa. Deməli, kosinus kvadrat alfa 9-da 8-dir. Sinus kvadratla kosinus kvadratın cəmi 1 elədiyi üçün bunların cəmi 1'dirsə, onda sinus kvadratı 9'da 1 qalır. Buradan sinus alfanı müsbət -3/1 qeyd edirik. 3-cü rüb olduğu üçün cavab -3/1'i götürürük. Növbəti sual parabolanın təpə nöqtəsinin koordinatlarını soruşur bu sualda. Amma burada bir məlumat da verib ki, 1-3 nöqtəsi parabolanın üzərindədir. Deməli, mən bu parabolaya y-ə 3 yazdıqda x-ə 1 yazmalıyım. Buradan -b çıx 1 3 elədiyi üçün b-ni -4 tapıram. Deməli, funksiya x kvadrat üstəgə 4x çıx 2'dir. Təpə nöqtəsinin x0, y0 koordinatları necə olacaq? x0 -b bölü 2a, yəni -2'dir. y0 isə 2 üsulumuz var. Baxın, -2'ni yerinə yaza bilərik. 4 çıx 8 çıx 2 -6. Və ya y0 üçün 4ac çıx b kvadrat böl 4a yaza bilərik. -24 bölünsün 4 -6. Təpə nöqtəsi Y variantı oldu. Bu parabolanın qrafikini çəksək, təpə nöqtəsi -2, -6 3-cü rübdədir. Ordinatı C nöqtəsində, yəni -2'də kəsir. Qolları da yuxarıdır. Apsis oxunu isə 2 müxtəlif nöqtədə kəsəcək. Kökləridir bunun. İndi burada bizdən təpə nöqtəsinin koordinatlarını istəyirdi. Mən məsələn burada sizdən funksiyanın qiymətlər çoxluğunu istəyəcəm. Bu funksiyanın qiymətlər çoxluğu y-in ən kiçik qiyməti -6'dan başlayır. Cavab -6'dan müsbət sonsuzluğa. Məsələn, bunun azalma intervalını istəsə bizdən bu parabolanın. Azalır harda? Parabola azalır təpə nöqtəsinin apsisinə qədər. Yəni, -sonsuzluq -2'də azalır. Artma intervalı isə -2 müsbət sonsuzluq. Düzgün altıbucaqlının sahəsini tapmamızı istəyir. Biz altıbucaqlı ilə bağlı olan düsturları burada qeyd edək. Altıbucaqlının bir xarici bucağı 360/6 60 dərəcə, daxili bucağı 120 dərəcədir. Tərəf A'dır. Biz buradan böyük diaqonalı çəksək, bu çevrə mərkəzi bunun üzərindədir. Məsələn, buranı birləşdirsək əgər, bunu xaricini çevrə çəkmiş olsaydıq, bu bərabər tərəfli üçbucaq olacaqdı. Yəni, böyük yer A-ya bərabərdir. Burada diaqonal, böyük diaqonal çevrənin diametrinə bərabərdir. Kiçik diaqonal istəsə, məsələn, bura yazsam kiçik diaqonal, bura 120'dir deyə bərabər yanlı üçbucaq, bu bucaq 30 dərəcədir. Bura 90 dərəcə düşür, bura 60 dərəcənin qarşısı A-dır. Kiçik diaqonal A kökçə bərabərdir. Çünki bu hipotenuz 2A, 30 dərəcənin qarşısı A-dır. Bizdən sahəni tapmamız istəyibdir.
Altıbucaqlının sahəsi üçün, altıbucaqlının sahəsi üçün biz burada əgər çevrə mərkəzini təpə nöqtələri ilə birləşsək, 6 dənə bərabər tərəfli üçbucaq alınacaq. Onda bu üçbucağın sahəsi a kvadrat kök 3 böl 4'tür. Yəni 36 kök 3 böl 4 cavab 9 kök 3. Altıbucaqlının sahəsi isə 6 dənə 9 kök 3'ə bərabərdir. 54 kök 3. Növbəti sualda funksiyanın ortaq dövrünü istəyir. Ən kiçik müsbət dövrünü tapın deyir. Biz burada birinci kosinus 2x böl 5 funksiyasının dövrünü tapsaq, kosinusun dövrləri üçün qüvvət cüt olanda 2 pini bölürdük xətti funksiyanın əmsalına. Bu bizə verir 5 pin. Sinus 7'də 2x'in dövrü isə bizə verəcək 2 pi bölünsün 7'də 2, yəni 7 pi. 5 pi və 7 pi artıq fx funksiyası üçün ortaq dövr bunların əkobu olacaq. 5 pi ilə 7 pinin əkobu da pi xaricdə qalsa 5 7'nin hasılı 35 pi olur. Burada ama bir fakt var ki T1 böl T2 rasyonal ədəd olsa, rasyonaldısa, indi burada 5 böl 7 rasyonaldısa əkobuna bərabər deyə bilərsiniz. Sonsuz kəsirlərlə bağlı bir nümunədir. Biz burada kəsirin surətindəki ifadəyə 6 üstəgəl, 6 üstəgəl, 6 üstəgəl, 6. Buna bir x desək, ümumi ifadə də x-ə bərabər olacaq. Çünki ümumi ifadə də 6 üstəgəl və s. Bu x-ə bərabərdirsə, buradan 6'ya vursaq, 5x 36'dır deyə x 7 onda 2 olacaq. Bu bir var. Bir üsulla şagirdlər, burada belə yazmaq olardı. Məsələn, 6 üstəgəl 6 böl 6. Üstəgəl, baxın, bu 6'nı, ikinci 6'nı 6'ya bölüb, sonra yenə 6'ya bölüb, ona görə 6 böl 6'nın kvadratıdır. Sonraki 6'nı artıq 3 dənə 6'ya bölüb, 6'nın kubu və s. Burada biz həm də silsilə yaza bilərik. Buradan bərabərdir. B1 böl 1 çıx 2'nün de 6'da 1 olduğu görünür də. 6'da 5 veya 36 böl 5. Növbəti sual tənliklər sisteminə aid bir sualdır. Burada x kvadrat üstəgəl y kvadratın əvəzinə x üstəgəl y kvadrat çıx 2xy yazsaq, biz xy hasilini axtarırıq. 48 çıx xy. Burada x üstəgəl y-in əvəzinə 12 çıx kök xy yazırıq. Üstəgəl xy bərabər 48 yazaq. Müxtəsəri açdıqda 144 çıx 24 kök xy üstəgəl xy çıx xy 48'dir. Xy-lər islah olunacaq. 24 kök xy 96'dır deyə kök xy 4'dür. Buradan xy tapırıq 16. İstənilən x üçün P2 qiymətini hesablamamızı istəyir. Biz buradan x kub çıx 8 üstəgəl 7x çıx 14 bərabərdir. X kub çıx 8'i vurublarına ayırsaq, üstəgəl 2x üstəgəl 4. Burada isə 7'ni ortaq çıxartsaq, x çıx 2'dir. Hər ikisindən ortaq x çıx 2'ni götürsək, x kvadrat üstəgəl 2x üstəgəl 4 üstəgəl 7 alınır. Deməli, px'i tapırıq ki, x kvadrat üstəgəl 2x üstəgəl 11'dir. P'nin 2'dəki qiyməti 4 üstəgəl 4 üstəgəl 11, 19'dur. Bu sualın bir üsulu da çoxhədlinin çoxhədliyə budaq bölməsi ilə və ya Hörner sxemi ilə bölünməsidir. Mən indi budaq bölməsinə yazıram. Hörner sxemini bəzi şagirdlər yəqin ki bilmir. X kubun x'ə böləndə x kvadrat düşür, yazıram bura. X kvadratı bölənə vururuq. X kub çıx 2x kvadrat. Tərəf-tərəfə çıxdıqda 2x kvadrat üstəgəl 7x çıx 22 alınır.
Burada 2x kvadratı x-ə bölsək, 2x olacaq. Yazırıq 2x-i, bölənə vursaq əgər 2x kvadrat çıx 4x, alt-alta çıxdıqda 11x çıx 22 qalır. 11x-i x-ə bölsək 11. Üstə gəl 11 yazıb bölənə vursam əgər 11x çıx 22 0. Deməli, bölən x çıx 2 olduqda tamam qismət artıq burada tam qismətdir. Px-ə bərabərdir. Çünki qalıq 0-dır. 21-ci sual üçün bir üsulda limit vasitəsilə, yəni törəmə vasitəsilə tapmaqdır, amma onu biz artıq buraxılış mövzusunda yox deyə demirik. Uzunluğu 20 olan parça müstəvini kəsir və ucları müstəvidən 10 və 6 cm məsafədədir. Bu bizim müstəvi olsun. Uzunluğu 20 cm olan parçada müstəvini kəssin. AB parçası olsun. Uclarının müstəvidən məsafəsi bura 6 olsun. Buradan bura isə 10 olsun. A1, B1. İndi AB parçası 20'dir. Bizdən proyeksiyanı tapmamızı istəyir. A1, B1'i tapmamızı istəyir. Nə etməliyik? Biz buradan paralel köçürsək əgər, bura 6 olur artıq. Bunun cəmsi 16'dır. Bu 20 olduğu üçün buradan biz bu x'i tapacağıq ki, x kvadrat, 20 kvadrat çıx 16 kvadrat, yəni 144, x 12'dir. X 12 olduğu üçün bu da A1, B1 ilə eynidir. Burada bir sualda şagirdlər bizdən orta nöqtənin məsafəsinin tapılmasıdır. Məsələn, deyə bilər ki, bu AN NB-yə bərabərdir. MN məsafəsini tapın. Bunun üçün də biz paralel köçürdərdik buranı 6, bura sual işarəsi qoysaq, həmin sualla 6-nın cəmi 16-nın orta xəttidir. Deməli, sual bərabər olur 8 çıx 6, yəni MN 2-dir. Hazır düsturda yazmışıq ki, parça müstəvini kəsirsə və ya düz xətti kəsirsə, ucları müstəvidən A və B məsafədədirsə, A və B məsafədədirsə, orta nöqtəsinin məsafəsi modulda B çıx A böl 2-dir. Əgər müstəvini kəsməsə, orta nöqtənin məsafəsi bu halda x, AB-dirsə əgər A üstə gəl B böl 2-dir. Hər iki halda perpendikulyarların oturacağını birləşdirən parça proyeksiya adlanır. Sinus alfanın 1 böl kök 5 olduğunu verib, bəzən bunu belə yazırlar uşaqlar. Arc sinus 1 böl kök 5 olarsa kosinus 2 alfanı tapın və yaxud da kosinus 2 arc sinus 1 böl kök 5'i tapın. Bu tipli sual veriləndə biz buna bir alfa deyirdik. Sinus alfa 1 böl kök 5 olurdu. Kosinus 2 alfa 1 çıx 2 sinus kvadrat alfadır. O da 1 çıx 2 vur 5'də 1, 5'də 3 olacaq. Bərabər yanlı trapesiyanın diagonalları perpendikulyardır, sahəsini tapın deyir. Məsələni gəlin görək, müxtəlif üsullarla yazmaq olar. Oturacaqlar 6 və 14 diagonallar perpendikulyar verir. Diagonallar perpendikulyar olduğu üçün bu bərabər yanlıda diagonallar eynidir. Onda oturacaqla əmələ getdiyi bucaqlar 45 dərəcədir. Məsələn, bundan bizdən diagonalın uzunluğunu da soruşa bilər. Biz buradan hündürlük çəksək, bərabər yanlı olduğu üçün bunu yarı-yarı bölür. Onda bu hündürlük də 7 alınır. Kiçik oturacağın hündürlüyünü çəksək, 3 bölür deyə bura 3 düşəcək. Burada 45 dərəcədir. O zaman hündürlük bərabər olur 10'a. Biz amma bunu qayda şəklində də demişik ki, diagonallar perpendikulyardırsa, hündürlük A üstə gəl B böl 2'dir. Hündürlük 10'dursa, orta xəttdə 10 olduğu üçün trapesiyanın sahəsini 100 tapırıq. Diagonal istəsəydi artıq 7, 7, bura 7 kök 2'dir. 3, 3 olduğu üçün burada 3 kök 2'dir. Pifagor teoremindən diagonal 10 kök 2 tapardı.
Növbəti sualda radiusu 4, hündürlüyü 6 olan silindirin daxilinə düzgün dördbucaqlı piramida çəkilir. Oturacağı düzgün dördbucaqlı olduğu üçün deməli bu diaqonal A kök 2 çevrənin diametrinə bərabərdir. Yəni 8-dir. Onda A-nı tapırıq 4 kök 2. Düzgün dördbucaqlı dediyi üçün şagirdlər oturacağı kvadratdır. İndi bizdən piramidanın həcmini istəyir. Piramidanın həcmi 3/1, S oturacaq vur H-dır. Bu da bizim üçün 3/1 vur 4 kök 2-nin kvadratı, hündürlük də 6-dır. 3 6 ilə getdi 32 vur 2, cavab 64 alınır. Növbəti bir loqaritmik bərabərsizlik sualıdır. Loqaritmik bərabərsizlikdə 9x kvadrat üstəgəl 2 əsası bilirik ki 2-dən kiçik deyil. Bu 2-dən kiçik olmadığı üçün loqaritmik funksiya artandır. Onda mən loqaritma 9x kvadrat üstəgəl 2 38 böyükdür 1-in əvəzinə 9x kvadrat üstəgəl 2-dən 9x kvadrat üstəgəl 2 yazsam 38 böyük olacaq 9x kvadrat üstəgəl 2. Buradan 36 çıx 9x kvadrat müsbət yazırıq. 9-u ortaq çıxarsaq 4 çıx x kvadratdır. 4 çıx x kvadratı da vurğularına ayırdım. İntervallar üsulu ilə yazsaq mənfi 2, 2 köklər daxil deyil. Bura mənfi, müsbət, mənfi. Bizə müsbətləri lazımdır. Cavab mənfi 2-dən 2-yə qədərdir. Bəzən olur ki, şagirdlər, bəzən olur ki, məsələn, burada yazardı loqaritma 4x kvadrat üstəgəl 1-dən plus 1 yazıram. Diqqət edin. Tutaq ki, buranı da verib 17. Böyükdür 1-dən. Burada artıq biz 4x kvadrat üstəgəl 1-in 1-dən böyük və ya bərabər olduğunu görürük. Ona görə də x 0-dan fərqli olduğunu qeyd edib, ümumi ifadəni 1-dən böyük götürməliyik. Yəni, bu halda mənfi 2 ödəyir. Amma qeyd elədiyim xüsusi halda burada x 0-dan fərqli olmalıdır. Burada amma 0 da ödəyir. Cavab mənfi 2 arasında tam qiymətlər mənfi 1, 0, 1, 3 kökü var. Beləliklə, bu sınavın da sonuna çatdıq. Hər birinizə imtahanda uğurlar arzulayıram. Sağ olun.